Muradsan, hə? Hə, hardan bildin? Babanam deyib ki, sən gələcəksən. Xoş gəlmişsən. Mənim adım Lalədir. Xoş gördük. Sən pillərə kömək eləyim. Yox, əziyyət çəkmə, çox sağ ol. Əziyyət niyə olur? Ver. Ver. Çox sağ ol. Bizim yaşlı kənd çox xoşuma gələcək. Nə bilim, sənin neçə yaşın var? Bugünə nə oldu? Bugün ad günündür. Aha. Oo, təbrik eləyirəm. Çox sağ ol. Gedək sən Şəngülmə tanış eləyim. Kimlə? Gəl, gəl. Yox, deyə orada Şəngülüm. Bəlkə qaçıb. Şəngülüm nədir ki? Şəngülüm mənim kəpişimdir. Gedim evdəkilərdən də soruşum. Bəlkə də uğrayıblar. Şəngülüm? Mən Şəngülümü oxşayıram. Sən hər dəfə məni bir cür çağırırsan, Murad. Dahi dedektiv Sherlock Holmes. Xahiş edirəm məni ancaq bu cür çağır, yaxşı? Okay, Sherlock. Bir də mənlə danışanda ehtiyatlı ol. Kənardan kimsə görsə elə bilər ki, dərəsən. Çünki mən yalnız sənin beyninin təzahürüyəm. Dedektiv lazım olanda sən mənə düşünürsən deyə, mən sənin gözünü görmürəm. İndi də balaca xanım, itmiş canlı haqqında danışan kimi sən məni düşündün, elədir? Aha. Və budur. Bəndəniz Sherlock Holmes qarşınızdadır. Nənənin dediklərini yadına sal. Çoxlu kitab oxu. Çünki o hər zaman sənin dadına çatar. Aydındır? Ha. Elə isə iş başla. Səncə biz indi nə etməliyik? Məncə... Murad, sən kimlə danışırdın? Heç, elə belə. Öz-özümə fikirləşirəm ki, görürsən çəpişara yoxa çıxın. Çəpişə şarda yox deyə, o lap balacadır. Gəl gedək axtaraq tez. Şəngülüm! Şəngülüm!